Salamlayıram hər birinizi. Xoşdur yenə belə bir oyundan öncə sizlərin qarşısında olmaq və bizim qonaqlarımız var. Qonaqlarımızı görürəm bizim gözəl Bakımızda. Xoş gəlmisiniz. Oyuna gəldikdə bəli, çox böyük təcrübə əldə eləyəsi bir oyundur və Azərbaycan futbol tarixində bu bir ilkdir. Çempionlar Liqasının playoff mərhələsində oynamaq və əlaqəsdə belə bir komandaya qarşı, Newcastle-a qarşı, hansı ki çox tanınmış, çox köklü bir klubdur və dünyanın bir nömrəli liqasından gəlmiş bir komandadır. Və oyuna demək olar ki, düzdür, vaxtımız az oldu hazırlaşmağa, amma ümumən elə futbolçuların hazırlığına baxıram kənardan, ümumiyyətcə onların diqqətinə, onların oyun haqqındakı fikirlərinə çox məsuliyyətli davranırlar və çox həyəcanlıdırlar. Bu mənə biraz inam verdi ki, göstərdi ki, futbolçularımız bu oyunu səbirsizliklə gözləyirlər və hər biri ayrılıqda baxıram, düşünürlər ki, sabah özlərinin ən yaxşı oyunlarından birini oynamağa və belə rəqibə baxmışıq. Bəlkə də bizə uyğun olmayan bir oyun stilləri var və məncə elə təkcə bizə yox, ümumiyyətcə İngiltərədə, Premier Liqada bütün komandalar inanıram ki, bunlara qarşı elə də oynamaq istəmirlər. Çünki rəqibə heç cür maksimum çalışırlar ki, imkan verməməyə öz oyunlarını oynamağa. Buna baxmayaraq, inşallah çalışırıq ki, öz doğma meydanımızda, öz azarkeşlər önümüzdə yaxşı bir mübarizə aparmağa, ağıllı bir oyun oynamağa və əlaqəsə cəsarətli bir oyun oynamağa. Baxmayaraq, bəzi komponentlərdə rəqib bizi üstələyir, ümumiyyətcə çox həm fiziki gücə malik, həm çox sürətli futbol oynayan bir rəqibdir. Amma hər bir halda inanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyə bacaracaqlar və özlərindən yaxşı oyunlarından birini oynayacaqlar. Qurban, salamlayıram, sabahki maçda uğurlar arzulayıram. Qeyd elədiniz ki, Newcastle hücuma meyilli komandadır, amma Qarabağda hücum komandasıdır. Yəni rəqibin kimliyindən asılı olmayaraq həmişə hücum eləməyə üstünlük verən komandadır. Amma bu liqa mərhələsində iki tərəfli maç, iki cüt maçlar olmurdu. Yəni bir rəqibdən bir dəfə oynanırdı. Ona uyğun olaraq xüsusi bir taktiyə, belə deyək, strategiya ehtiyac olmurdu. Bundan çıxış eləyərək biz Qarabağın ifasında sabahki maçda bir qədər ehtiyatlı oyun izləyə bilərikmi? Ümumən baxmayaraq ki, biz hücumda oluruq. Yəni həmişə çalışmışıq ki, ehtiyatımızı tutmağa, müdafiədəki ehtiyatlı olaq, amma bəzi amillər var burada. Yəni rəqibin ustalığı, rəqibin bəzi üstünlüyü. Ona görə bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Buna baxmayaraq, əgər biz nəyisə əldə etməyi bacarmaq istəyiriksə, arzulayırıqsa, gərək biz daha çox yaradıcı olmalıyıq, daha çox biz çalışmalıyıq, çox variantlar axtarmağa ki, rəqib qapısında. Buna baxmayaraq, mənim illərdir, mənim futbolçularımdan tələbim odur ki, biz hücumda ola düzgün müdafiə olunmağı bacarmalıyıq və bunu biz daima həm məşqlərdə, həm oyunlarda bunu tələb edirik. Amma dediyim kimi, reallıq var, rəqib də əlbəttə ki, bunu düşünür və rəqibin bəzi oyuncularının ustalığı, onların keyfiyyəti bəzən bizim düşüncəmizi görsən geridə qoyur. Amma buna baxmayaraq, biz mütləq şəkildə iki oyun üçün düşünməliyik, iki oyun üçün fikirləşməliyik. Amma sabah elə bir oyundur ki, çox istərdim ki, azarkeşlərimiz oyundan həzz alsınlar. Hətta məğlub olsaq belə yaxşı, açıq futbol görsünlər, yaxşı, dinamik futbol görsünlər və bunu istərdim. Sonra cavab oyununa vaxtımız olacaq, onu düşünərik. Haçmardan buyur. Umarım uğurlar sabahki oyunda. Azərbaycan son oyununda bildirmişdiniz ki, komandanın bərpası üçün 3-4 gün vaxt lazım olacaq. Hal-hazırda komanda sabahki oyuna hazırdır mı?
Maksimum çalışdıq hazır etməyə. Məncə o bir neçə gün əvvəlki fikirlərə, ümumiyyətcə olaylara geri dönməyə ehtiyac yoxdur. Sırf bugün biz diqqətimizi bu oyuna cəlb eləməliyik, bu oyuna hazırlaşmalıyıq. Və elə sonradan futbolçularımızla da danışığımız oldu ki, tez bir zamanda çalışmalıyıq, bərpa olunmağa. Və sağ olsunlar, elə əvvəldə qeyd elədim ki, yəni onların kənardan onlara baxırdım, onları analiz eləyirdim. Pis hazırlaşmırlar, sanki demək olar ki, oyuna hazırdırlar. Ola bilər oyunun gedişatında hansısa bir hissədə bu yorğunluq hiss olunsun, amma inanıram ki, onlar yenidən əlavə güc tapıb, özlərini toparlayıb, sonraki mübarizə aparmağı bacaracaqlar. Emin buyur. Müəllim, sabahki oyunda Qasılın işlər yaxşı getmir. Sizcə bu rəqibə əlavə bir problem yarada bilərmi? Əksinə son oyunlarda 2 oyun qalib gəldilər və ümumiyyətcə yəni Premyer Liqa elədir ki, yəni burada işlər bilmirəm yaxşı getmir deyə bir o liqada elə bir fikir yoxdur, elə bir termin yoxdur, çünki bu liqa elədir ki, baxmayaraq birinci yer və yaxud 15-ci yer komanda arasında yəni elə bir ciddi fərq görünmür. Yəni onların başqa bir strateji çempionata hazırlıqları var. Yəni bunların üstün cəhəti də budur. Bəzən hətta İngiltərə Premyer Liqası öz çempionatlarında Çempionlar Liqasından daha üstün tuturlar. Yəni bu komanda, bu ölkənin futbola bu cür yanaşması var. Ona görə orada bu liqada desək ki, hansı komandanın işi yaxşı getmir, ola bilər 2 oyun, 3 oyun, amma sonradan yenə görsən ki, tam əksi olur. Başqa bir komanda düşür həmin zolağa. Ona görə belə bu komandalar daima ciddi, daima hər oyun nəticə üçün meydana çıxırlar və belə biz o düşüncədə olmalı deyilik. Mehman buyur. Qurban mən də sabahki oyunda uğurlar hazırım. Montiel'in son vaxtları yaxşı formada olmasını nəzərə alsaq və Kadidə iştirak ərzəsində də artıq yəni yaxşı rəqabət yaranıb. Kimlə başlamaq, yəni bunu daxilinizdə bir müəyyənləşdirmisinizmi start heyəti ilə bağlı, yoxsa hələ ki belə deyək, tərəddüdünüz var və sabah yəqin ki qərar verəcəksiniz? Birinci sual bu. İkinci də elə yerə gəlmiş iştirak ərzəsindən məlum ki, Nəriman artıq yoxdur. Biz informativ bir məlumat verərik. Yəni əlavə kimisə zayıfqa eləmək olar mı ümumiyyətlə o kənarda qalan oyunçulardan? Təşəkkür edirəm. İlk olaraq yəni Kadinin geri dönməsi bu bizim üçün xoşdur və əlavə bir əlimizdə əlavə bir variantdır, hansı ki istədiyimiz an, istədiyimiz dəyişiklikləri biz eləyə bilərik. Oyunun gedişatında və yaxud oyundan əvvəl hansısa bir sistemdə dəyişiklik eləyə bilərik. Amma tam heyət sabah səhər bizim məşqimiz olacaq, sabah səhər tam bilinəcək. Qaldı Nərimana gəldikdə, bəli, bu oyunda olmayacaq, amma əfsuslar olsun ki, biz onun yerinə heç bir oyuncu əlavə eləyə bilmərik. Yalnız akademiyadan, hansısa gənc yaşlardan, az yaşlı uşaqlardan kimsə eləyə bilərik və ona görə onun iştirak ərizəsində başqa bir, yeni bir futbolçu olmayacaq. Yes, please. Hello, Mr. Gerbanoff, John Murray from the BBC. Can you put into words what this match means for Karabakh and also for Azerbaijan football, because you are like pioneers, aren't you? And also, do you think it's essential for you to win the first leg at home if you are to go through? Çox xoş gəlmisiniz bir daha Bakıya. Sadəcə qısa deyə bilərəm ki, biz düzgün yoldayıq və biz böyük turnirdə böyük komandaların sırasındayıq, onlarla yan-yanayıq və bu bizə əlavə güc, əlavə motivasiya və əlavə inam verir.
Və inşallah inanıram ki, bizim gələcək işimizdə belə turnirin bu ilki performansın çox böyük köməyi olacaq. And the other question, do you feel that you need to win the first leg to have a chance of going through? Yəni komandaların ümumi durumuna baxsaq, bugün favorit Newcastle-dır, amma biz minimum Bakıda istərdik ki, qalib gəlməyə və bunun üçün hazırlaşırıq. Yəni futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istərdik ki, həmin o maraqlı nəticələrin sırasına daxil olaq və sabah çəkinməyərək biz meydana çıxacağıq və baxmayaraq qarşımızda dediyim kimi çox insanlı bir kollektiv var və mən çox istəkliyəm və futbolçularım çox istəklidir ki, bu oyunda qalib gəlsinlər. Amma ümumi nəticə necə olacaq, əfsus olsun onu deyə bilməyəcəm. Buyur Təbriz. Mənim sabahki oyunda uğurlar arzulayıram. Son oyundan sonra mətbuat konferansında bildirdiniz ki, Kohaskinin yüngül mikrozədəsi var. Sabahki oyunda meydana çıxa biləcəkmi, yoxsa? Böyük ehtimal hazır olacaq. Yəni sabah yenə əlavə həkim müayinəsi olacaq. Əgər 100%lik riskli bir şey olmasa, çıxma ehtimalı çoxdur.